Hörmətli tədbir iştirakçıları, indi isə 8 hansı şagirdlərin təqdimatında Süleyman Rüstəmin ana və padşahlıq əsəri əsasında hazırlanmış Liçik səhnəciyi təqdim edirik. Bu səhnəcik bir ananın həsrəti, gözləntisi və vətən yolunda qurban vermiş oğlu olan sevgisini ifadə edir. Başka bir derdi yoktu oğul derdi.
Hörmətli tamaşaçılar, bir qədər öncə də qeyd etdiyimiz kimi, Azərbaycan